Selamünaleyküm. Xoş gördük dostlar. Necəsiz? Yaxşısınız? Mən dünən əslində 2 dənə live qoydum. Amma yenə də eləyə bilmədim, yetişəm. Biraz uzun danışıram, düzünü axtarsanız və eləyə bilmədim ki, o sorulara cavab verəm falan. Bu günləri biraz sürətlə baxacağım onlara. Yarından, yəni sabahdan da inşallah kitab oxumağa başlayacağıq. Yeni kitabımızı bir az qisməti qalır, o kitabı qutaraq görək ki, bir lisans dövrəsi qədər eləyə bilirik bu kitabdan öyrəşək ya yox. Mən bir dənə video paylaşdım dostlar. Orada Bəhməni Qacar bu türklərin və Qacarların ləkəsi olan bir adamı qara ləkədir ciddən. Mən bu adamın Telegram səhifəsinə üzvəm, onu oxuram. Yazdıqlarını oxuram, fikri ilə tanışam. Amma bu qədər ziddi türk tanışmırdım. Görürdüm ki, tarixi təhrif eləyir filan. Bəhman, amma deyirdim ki, tamam, məsələn, hər halda oradan buradan bir türklərin sözünü deyir. İndi bu adam çıxıb İran televizyonuna, ya bilmirəm, İran televizyonudur zahirən. Və orada türklərin əleyhinə danışır. Təbrizlərin ya Azərbaycanlıların traktor timində verdiyi şüarlardan danışır və onları məsələn pis göstərir. Əslində o brainwash məsələsi ki var, o brainwash məsələsi ya beyin yıxama məsələsi elə burada görsənir. Bəhməni Qacar onun bir nümunəsidir ki, brainwash olubdur. Baxın, bir iddə dostlarımız elmi insandılar. Yəni bunlar deyirlər, mən dərs oxumuşam, lisans, fوق lisans, doktorat almışam, danışqata dərs deyirəm. Mənim əbzar karfarsa, iş alətlərim ibarətdir kitablara və sənədlərə. Amma bunu unutmamalı ki, kitablarda ideoloji və propagandanı kitablarda apararlar. Yalanları kitablarda yazarlar. Ki, bir nəsl, 2 nəsl, 5 nəsl sonra tarixi sənəd hesab olsun. Propaganda ya psikolojik savaş kitablarda gedər. Qədimi bir rəvişdir bu. Bir dənə milləti öz millətinin yanında nədir xar elərsən, bir ayrı milləti öz millətinin yanında sən xar eləyəsən. Bunu nədir xar eləyərsən, nədir bunu əşar göstərərsən. Bunu, məsələn, görürsünüz ki, Qərbilər gəliblər, məsələn, bilmirik gəliblər, yox, amma belə yazıblar da, indi İranlılar təbliğat edirlər, bu adam filan ildə gəlibdir şeyə. Baxırsınız, görürsünüz, bu adam kitabda yazıb ki, elədir, belədir, filandır, bəhmandır. Hamısına baxırsınız, görürsünüz, bunlar adam yeyərlər, yəni adamı diri-diri yeyirmişlər, məsələn. Nə bilim, bunlar filandılar, bunlar bəhmandılar, filan. Bunların hamısı budur ki, bunun bizim dilimizdə və fars dilində lüğəti yoxdur. Dehumanization. Qeyri-səlb insaniyyət. Yəni bir dənə insanın, bir dənə insan toplumunun insan olduğu durumun onlardan almaq və onları bir ayrı vəziyyətə salmaq ki, ölüm onların haqqı olsun. Məsələn, baxın, insanlar şerlərin, nəslin aradan aparıblar, şikar ediblər, aradan aparıblar. Çünki deyiblər, bunlar heyvandılar, adam yırtırlar. Canavarların nəslinə belə, tamam heyvanların üst-üstə nəsli aradan gedir. Çünki insanlar, məsələn, val deyə, ya nəhənci deyə, dərya heyvanlarından ən böyük heyvanı. Məsələn, bunlar deyiblər ki, onlar yırtıcıdırlar, adam yeyirlər. Amma özləri... Dostlar, məni işə çağırdılar. Getməli olacağım. Sözümüz burada qalacaq zahirən. Mən sizi Allaha tapşırım, sonra görüşərəm. Var olun. Yəni iş məcburuq iş gələndə iş gedəndə alışcan.